Bunlar da mənə gələcəkdir. Azana, çay içsən sonra stakanlarını yu da. Bayramın da mübarək. Bayram mübarək. Nə bayramıdır? Bugün beynəlxalq kişilərin qara bayramıdır. 8 Mart. Sən zanı. Ay, mən də deyirəm, arzu dünəndən 3 dəfə soruşur ki, sabah aynı içəsidir. Hey, yoluna qoyacaq, problem deyil. Sən biraz pul vermə. Qaçın bir hədiyə alın, qaçın yanım. Talih, qəpiyim də yoxdur. Görmüsən, qanım qaradır. Hey, yaxşı pul ver, şeylə ver. Yoxdur, olsaydı... Qismət bozalaşmayaq da, biraz pul ver. Yoxdur. Nə Fərdən canı yoxdur? Nə Fərdən canı yoxdur deyirəm sən. Bu bəxtdən dedin, mən bütün raşotumu sağa götürmüşəm. Bunu əvvəl dünənki 8 Martda məndə pul olmuyor. İndi mən nə qədər yenə arzu yanında qızarıb? Mən də raşotumu sağa götürmüşəm ki, bir şey fikirləşəsən. Gör nə aysan. Bir şey fikirləş. Yaxşısan bir şey fikirləş qadasına. Gör nə ayırsan. Nə şeydir? Gələrik. Onlar burada olanda. Dalaşarıq, tappa-tap geyindirərəm, sabir kisin, sən də mə vurarsan. Dalaşarıq, bir də qanqaraçılıq olar, bayram saat yaddan çıxar, hədiyyə qutardı yetdi. Nətərdir? Niyə? Onu keçən də eləmişik. Yadında bir söhbət açılıb. Sən. Novruz bayramına kimi danışıq. Ulqum yox da, açdın tötün hər şey. Nə qarim? Qismət, soyucu üstümüzə çığırır. Bir şey al da evə, qardaş. Niyə bazarlıq eləmişsən? Deyirəm, imkan yoxdur. Hə, burada var. Nə var? Hə, qulaq. Cəbəlli, sən deməli işdən zəh vurursan ki, vəfasına bir hədiyyələri almışam, sürprizdir. Mən də zəh vururam ki, arzusa qəşəng hədiyyələr almışam. Hə, alarıq. Al gətirək də, axşama kimi şey pul taparım. Hə, yox, bir də axıra kim qulaq. Evdə gələndə liftə birimizə bir iki dənə vurarıq, qızardarıq üzümüzü. Kirayət deyərik ki, yolda döydülər, hədiyyələri əlimizdən aldılar. Kənibsən, atarım. Onu nişil eləmədikmi? Sağalan kimi də yenə palarkalarını istədilər. Bir şey fikirləş, Talih. Talih, bir şey fikirləş. Sən bir tərəf sözlə çıxacaqsan, məndə dil qabı. Yox. Ayıbdır. Bəlkə... Yox. Nədir? Ay, heç deyil, yox. Ayıbdır da qardaşımsan, ayıbdır. Deyilən, bəlkə variantdır. De görüm. Mənliyim olsun, hə Talih. Şəxsiyyətim olsun. Ayıb da. Mən demədim o ideal da, dedim ağlıma gəldi, təklif elə. Mən demirəm ki, yox, yaraşmaz. Bir şey təklif elə. Tərsidən Arzunun brilyant sırğası da yoxdur ki, keçən dəvə kimi aparıb satım. Sepdən zaddan alım verim, üstündən qalanda borcumu bağlayım. Başlıca fırlar. Yazıq qızda bir şey qoyubsan ki, hamısı lambardlardadır. Kim nə bilir? Salam Bəlk. Salam Bəlk. Varyant da. Hadi gör nə ayırsan. Adama 100-dən 200-dən. Görüşün. Üzüm şeylər. Hacan. Tələdədir. Hə, sabahın xeyir qadam, nə varsan? Sağ ol. İstəyirəm bir söz deyim, qalmışam. Buyur denən. Deyim, xəcalət çəkirəm deməyə, özüm də qalmışam belə. Hə, o da demə. Yox. Hə, de. Demək istəyirəm, hələ deməmişəm. Ay, yox, dəxli. Tapırsan. Terişqə. Səndə zərurətən 500 manat olmaz üstündə, zərurətən. 500 manat. Üstündə nədir? Bütün nəslimizdə 500 manat yox da kişi. Sən nəyə qoyub nəyə tutarsan? Nəslidə bir dənə xaloğluydu, ondan nahaq tuturdum. Yenə ardal tuturdu, kömək edib. 500-ü nə edirsən? İstəyirdim qadınlara hədiyyə alam. Hansı qadınlara? Evdəkilərə də. Başa düşmədim, 500 manatını almaq istəyirdin ki sən.
İndi də onu özüm bilərəm, nə almaq istəyirdim, almaq istəmirdim. Adam var, satış qeyranı. Hüftürdü əvvəllər. Girirdin parkda kolları əzə-əzə. Girirdin ağaclardan 5-6 dənə gül alır, qopardırdın, aparıb verirdin, təbrik edirdin və s. Ağlıma batır ha. İndi onu gülmək olmur. Niyə? Kamerə çəkir, o gün girmişəm, kolların arasıyla gedirəm, görəm ev arayış gəlib ki, 50 manat cərimə verməlisən, pulum olsun 20 manat verib gül alardım da. Neyse, ev yoxdur. Bu var ya. Olmur, keçir, həyatın. Sənə heç bilmirəm. Birisi həyatın elə zəruri tərəflərindən. Sənə bir zəruri söhbət edeyim. İsmail qardaşımla söhbət edirik də, şişanla. Ha, bura bax! Ora bax da, söhbət edir. Hər şeyimə qarşı, ağzıma gedir, ağzıma gedir. Həyatın elə... Bir dəqiqə, həyatım. Şimdi, sən bilərsən, bu kalendarda kişilərin bayramı var. Yox. Heç Ne demək istəyirsən? deyirdim ki, bu kişilər bayramı olsaydı, barter eləyərdim. Orada parter nədir? Parter yox, barter. Bu 8 martdır. Kişilər də bayram olsa, arzu ilə mən də ad günün nətərdir? Nə o mənim ad günümə hədiyyə alır, nə də mən onun ad günümə hədiyyə alır. Bax, başa baş. Gözəldir. 8 martda qaç belə bir şey yox. Gözəl. Yox. Nə gözəldir. Ha, bura bax. Ora bax, söhbət edirik. Sabahlar. Söz alək gedək, bu dəqiqə arvaqlar yuxudan duracaqlar. Hə, dur. Ay, boş, saat yuxudan durdun. Sən bizi görmüşsən. Sən lazımdır. Yox, sən bizi görmüşsən. Sən duranda... Lazım olsam zəng edin. Ya boşdan ne kaldırsan sonra? Yox, evdəyəm baxın mən. Yox, mən dedim. Dəlini qatına. Yox, Ata, sizinkilə qoydum. Hamı yuxudan durdu. ay ata. Hay can. Mən 8 Mart hədiyəmsən. Axşam mütləq hədiyyəni gətirəcəm. Niyə hədiyyəsi şey? Mala qızım qadın. Ata işə gedirsən. Hə, qadın qalıb. Həyatında iş demədi ki, sevinirəm ki, mənim oğlum var. Yəni, onun da məni kimi bayramı yoxdur. Rasxodsuzdur. Ata, Hadi. nənə deyib ki, bütün qızlara hədiyyə gətirərsən. Amma qızın olsaydı, evə hədiyyə gələrdi, getməzdi. Yaxşı oldu qızım qadın. Sağ ol. Gələk. Kamran, o kuklanı mənə 8 Mart hədiyyə də verin. Həyatda iki şeydən zəhləm gedir. Bir, kələm dolmasıdır, bir də 8 martdır. Getdilər bunlar. Qismətən elə bir əli quruyub. Ömrü boyu qapaqlarıca baxmam. Hə, Biraz ət var, deyirəm 8 Martda bəlkə kələmdə olmasa pişirim. pişir də. Qismət sənə nə verdi 8 Martda? Qardaş təbrik elədi ki, mən onu təbrik elədim, amma o mənə təbrik eləmədi. Bu axşam gələr danışaram ona. Sən sərdi nasırayım ki, olmaq istəmirəm. Təbrik edirəm. 8 Martını təbrik edirəm. Neçə belə 8 Martlara çıxasan. Təbrik edirəm səni. Neçə belə illərə çıxasan. Bunu da sənə. Çox sağ ol, çox diqqətsizsiniz, çox sağ ol. Bugün doğrudan sizin neçə yaşınız tamam oldu? 39 yaşıma 2 il qaldı. Yəni neçə? 37 yaşlıyım. Mən bu qədər verməzdim. Çox sağ olun, Eski xanım, sizin ağzınızın biri gözəl xanım demək, mən çox sağ olun. Yəqin ki, sizin həyatda çox problemləriniz oldu. Neysə, elə bilmə ki, mən sənə qarşı diqqətsiz davranıram. Çox yaxşı yadımdadır. Şəxsən sənin 8 Martını səmimi qəlbdən təbrik edirəm. Sənə də hədiyyəm də var. Sənin maaşını bu günləri 8 Martdan əlaqədar 8 gün tez verəcəm.
bu olanların da sənin xətrinə ya, məhz sənə görə maaşlarını səninlə eyni vaxtda verəcəm. Allah razı olsun. Eşya, mənim də sənə hədiyyəm olacaq. Amma qoy sürpriz olsun, yaxşı? Çox sağ ol, çox sağ ol, çox sağ ol. Mən də sizi təbrik edirəm 8 Mart münasibəti ilə. Buyurun. Ay, çox sağ ol Qismət, nə əziyyət çəkirdiniz? Ayda, izlə mən xoşladığım çiçəkləri almısan. Çox təşəkkür edirəm, çox sağ ol. İnansız, sırf təsadüf nəticəsində ürəyimiz düzlüyündən qalmışsın. Çox sağ ol, çox. Esə, mən də səni 8 Mart Qadınlar Bayramını beynəlxalq dərəcədə təbrik edirəm və sənə istəyirəm bayramla əlaqədar bir qırmızı jenski maşın alım. Çox sağ ol Tahir, lazım deyil. Niyə? Sənin mənə keçən il ad günümdə aldığın paltaryan maşını kreditini hələ də ödəməmişəm. Hadi özüm bilərsən, yəni ilkin ödəksiz, faizsiz, maizsiz bir şey, şanslı düşmüşəm. Yaxşı. İndi istəyirəm sizin maaşları verəm. Amma biraz diribaş olun, hər şey özümüzdən alsınlar. Ən biri başı mən xas var mənim, buyurun. Yallah, Demək belə. Birinci zəhmət olsa mənim. Bu sən 50 dənə qəzeti. Bunu aparırsan, satırsan qardaş. Ulunu ye. Çimət. Ala. Bu sənin 50 qəzetin. Bu da Esə. Bu 50 qəzet sənin maaşın. bir də saniyə. Bu da sənin 8 Mart hədiyyən. Təbrik edirəm səni. Satırsınız, pulunuzu yeyirsiniz qardaş. Bəs mənim dayı. Və bircə saniyə gözlə də. Gəl. Bunları da sən sat başvurqat günə. Keçən səfər kimi daha ofisin qapısının ağzında yandırmayasan ha. Xasman hanım, bəs ona qəzetlərdir. Ha, bu qəzet. Bu bir paçka qəzet, naloqun pulunun əvəzinə verəcəm. Bu ikinci paçka qəzeti verəcəm, işığın pulunun əvəzinə. Bu üçüncü paçka qəzeti isə verəcəm qazın pulunun əvəzinə. O biri... Oy, bu dördüncü paçka qəzeti ana. Yenə də ofisin pulunu borclu qalacam. Mən indi neyniyəcəm? Köməkli eləyək Xasman hanım, buyurun. Saat, ofisinin pulunu ödə. Allah dayı, Allah. Niyə elə deyirsən ay Vəfa? Şəxsən keçən il mənə verdiyi hədiyyə çox xoşuma gəlmişdi. Çox qəşəng buket idi. Düzdür, balaca idi, amma çox bahalı idi. Ay qız, Talih o buketi toyda gəlin tullayanda tutmuşdu. Pul verə balı. Ay mama, papa o vaxt sənə 8 Martda heç nə almadı. Belə bir şey eləmirdi, amma 2 il dalbadal yaxşı hədiyyələr verirdi. Nə hədiyyəni mama? Deməli 8 Mart günü Atangil İrandan bir kamaz kontrabanda gül gətirmişdilər. Qızıl güllər. Arzu, nə zor, 2 olmaz. Mənə gətirməmişdilər, satmağa gətirmişdilər şəriki ilə bir yerdə. Elə həmin gün gülü satdılar, 6000 pul qazandılar. Bu 6000-in 1500-ün İrana göndərdilər, hardan ki gül almamışdılar həmin yerə. 500-ün yer pulu verdilər, 1500-ün kamaz sürən şoferə verdilər, qaldı 3000. 2000 də mən tapdım, düzəltdim, qoyduq o 3000 üstünə, elədik 5000, düzəltdik, verdik vəkilə. Vəkilə niyə? 2 il diş verdilər də, 7 yara. Yəni mən başa düşmədim. Az niyə başa düşmürsən? O gətirdikləri güllər yox idi, kontraband idi da deyirəm, sənədi yox, bir şey yox. Bəs o dediyin da 2 ildə albadalı hədiyyə verirdi, o nə hədiyyə? Yazıq yedilər türmədən nərtdir, bloknotdur, nə bilim muncuqdur, nədir, belə şeylər düzəldirdi, göndərirdi. Adamın Allahı var. 2 il mən elə qoymadı ki, bir bayramım hədiyyəsiz qalsın. Allah rəhmət eləsin. Amma haqqını yeyə bilmərəm də. Bir dəfə də Gürcüstandan maşın gətirirdi, sənədsiz. Krasnomosda tutdular. 3 ildə onda girdi içəri. Deyirəm ki, rəhmətlik yerlər o vaxtlarım ki, o Gürcüstandan girdi maşın, qırı-qırı. Və mən qərar verdim ki, bugündən bizim qəzetimizin satış müdürü olacaq Həsrət. Yox, dayı, mən bacarmaram onu.
Nətər yəni bacarmaram ha kişi? Nətər yəni bacarmaram? Ki day çətindir də deyirəm bazarda. Çətin zat deyil, kəs səsini. Həftədə cəmi 2-3 dənə qəzetimiz satılır. Bunu da vur aya patolog eləsin 20-25 dənə qəzet. Sən indi 20-25 qəzetin atçotunu çıxarda bilməyəcəksən. O elə bilərəm, mən də elə bildim uzun dərə söhbətdir. Ada yox, bugündən qəzetimizin satış müdürü sənsən və bütün satış üzrə əməliyyatlara sən cavab deyirsən. Hər şey səndən soruşacaq. Başımdan cavab deyəm dayı. Ay qardaş, mən bir şeyə havalanıram. Bu qəzetin mənə xeyir verməsi cəhənnəmə. Bunun kağızının pulunu çıxarda bilmirəm mən. Xansıvar müəllim, bir təklifim var. Gəlin qəzetləri parçadan çap edək. Satılar, satılmaz da ki, nu işto, parçadır da, yiyarıq, yenidən çap edərik. İmateriala da rasxodumuz çıxmaz. Nuqaq. Qəşəng. Ağıllı fikirdir, ağıllı fikir. Yox, qardaş. Bu qəzet birdən yulanda o paraşokunu nəyini alacam? Yox, mənlik. Yox, nədir Xansar müəllim, düzdür də. Gəl qəzeti parçadan eləyək, qardaş. Satılar. Satılmaz da ayın axırı bizə maaşını verəndə biz də evdə aparıb yuyaq. Əynimizə penjamadan zaddan çək də atam. Mən bu kağızı neyirəm ay, qurban olum. Sakit. Salam aleyküm qardaş. Bu Şıdırğı qəzetinin baş redaktorudur sizi narahat eləyən. Qardaş, bizim bu Şıdırğı qəzeti axırıncı həftə neçə dənə satılıb? Satılmıyor? Heç? Oldu qardaş, bağışlayın narahat elədim. Bircə dənə də qəzet satılmayıb. Kimdir bizim bu cavab deyil, satış üzrə? Kimdir bizim satış direktorumuz? Dayı satış üzrə mənəm də direktor. Bəs sən para baxırsan sən. Sənə qəzetin satışını tapşırmışam, nəyə görə bunun yoluna qoymursan? Sən bu dəqiqə mənə direktor qoymadın, resursu qoy çölə çıxım da. Mən bu dəqiqə qoya bilmərəm, mən sənin 100% əvvəlcədən tapşırmışdım bunu. Törəyə bu söhbət görüyor. Bu dəqiqə keçmişəm, müdür bu dəqiqə. Çörəyi verirəm, çörəyi mənə haram eləmə. Bu dəqiqə keçmişəm də müdür. Sonra gedir, sonra görürsən. Mən gedirəm, bugün 8 martla əlaqədar Murad məni restorana dəvət. Bildim gedirsən. Heç olmasa icazə aldı ha? İcazə almışam da Murada zəng elədim. Dedi ki, gedə bilərsən. Salona gedirəm, saçlarımı düzəltmək. Bura gəl. Getməmişdən elə yerinə düşən bir atalar sözü deyim və bugünkü iclasımızı bununla da yekunlaşdıraq. Bu yerdə dahi MS alimi Alman nəzərdə tuturdum. Görün nə deyib. Ich einem bin, ich binsan, ich bin liebedig, das ist fantastisch. Arkadan mən buna nə dedim ki? Dedim ki, sənə beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edirəm. Bir dənə axırda tərcümasını bilmədim, dastiş, fantastiş dedim, söz. Ondan sonra rəhmətlik Yediyar ticarətdən uzaqlaşdı. Tənə o sroka girdi, nə də hədiyyələr gətirdi, heç nə. Amma bircə dəfə məni 8 martda Bobbi kinosuna aparmışdı. O vaxt Bobbi təzə çıxmışdı, siz hələ yox idiniz. Michel, Dori, bilirsiniz, o vaxt biz kinoya proyektorla baxırdıq. Böyle divara salırdılar, ham oturdu zalda, baxırdı. Heç ona da axıra qədər baxa bilmədik. Niyə? Lent qırıldı? Az lent qırılmadı. Ağac kürüb bultuyla dəydi yerə. Çilik oldu. Körpə ağacıydı da dözmədi. Amma mənim yadımdadır ki, mən təzə yerə gidəndə Talihə, qonşumuz arvadına 8 martda $1000 ili qəşəng it almışdı. Çox xoşuma gəldi. Zəng elədim Talihə ki, mənə nə gül al, nə də dux al, mənə it al. İnanırsan, həmin gecə zibillikdə bir dənə it qalmamışdı. Hamısı evimizdə idi. Səhərə qədər it ulaşmasından yata bilməmişik. Səhər durdum, itlərin hamısını qovdum. Düz bir ay evdən bitbirə təmizləmişəm. Bir ay qaşınmaqdan ölmüşük. Amma neyinirsən, ən yadımda qalan hədiyəsi olmuşdu. Bu yazı qismət arada gözüm çıxdıya salıram. Amma adamın göydə Allah'a var. Deməli, bir dəfə tez evlənmişik. 8 martda. Bir görüm qismət. Dükandan yekə şarları alıb, nə uzunluğunda yazı ilə. Hələ uzun idi ki, şarın yarısı qalmışdı mağazində.
şarla o uzunluqda nə yazmışdı ki? Amma yazıb ki, təsəvvür elə şar. Əzizim Vəfa. Səni 8 mart Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Neçə belə illərə çıxasan. An sözü şardan da qalmışdı mağazində təsəvvür. Bütün yol boyu şarlar. Elə mənim arzum doğdu. Talih şar doldursun, üstündə yazsın T, üstə gəl A. Bərabərdir S. Gel. A. Beraberdi. H. Allah. Geçecek daha. Bu neterdi kısmen? Allah. Bir şar var idi. O da böyle patladı. Pul da vermemiştim. Talih nətər olacaq bu? Yani arat olma. O pul tam bu şarın pulunu vereyim. Sen pul taptın? Yox. Heç tapmayıbsan? Yox da, görmüsən, qanım qaradır. Bilmirəm nə edirəm. Kimə ağız açaq, kimə nə deyim, nəyə. Var alacaqlar, heç az gətirib çıxartmır. Kim? Sən xalan oğlu var ya Rasim Moskvada. Onun vəziyyəti yaxşıdır da. Əla da Allah özünə qismət eləsin, şükür dolanır. Sən bir dənə ona zəng elə, biraz ondan pul götürək daha. Nə deyib pul götürəcək? Alay, sənlikdə öl, mən yalan deyəcəm ki, qisməti maşın vurubdur, qan lazım, təcili pul yolla. Sən bir yığ. Nə bilim? Xançalım qaç düşmüşük, ayrı variant yoxdur. Yığ. Alo, Rasim. Rasim. Alo, Rasim. Talihdir. Talihdir qismətim bacanadır. Üstüqən sağlıq qismətim var. Yox, doluqsunmuşam. Bu qisməti maşın vurub qan lazım. Nətər? Sən canı? Yox, məndə RH2 plus, necə belə rəqəmlər. Yaxşı, oldu. Nə deyil? Rasimin özünü maşın vurubdu. Moskvada xəstəxanada yatdı, təcil qan lazımdır. Bəlkə mən elə öz bibim oğluna zəng eləyim. Gəl məndən zəng elə, kontrol var. Yox. Şeydir, 3 ayda alverə girişib. İndiyə vəziyyəti yaxşı olur. Keçən də valla Kamazla gördü. Yaxşı. İndiyə özünü tutar. Zəng etdiyiniz abonentin xətti borcdan bağlıdır. Bu zibilə düşür. Nə olubdur? Nömrəsi borcdan bağlıdır. Bıraxaraq, Talih bir şey fikirləş, Talih. Bir şey fikirləşmişəm. Bəyək deyirəm, mənliyin olsun, şəxsiyyətin olsun. Talih, deyirəm bəlkə dayına zəng edirsən. O həmişə əl tuturdur. Ağıl-ağıldansın. Alo? Salam söyle. Salam dayı, nətərsən qadını? Bacı oğludur, Talihdir. Allah, bu Talihdir də, hə? Zəvırdı belə evdəşlərin 8 martını mənim adından hər iş yadından çıxıb, Allah rəhmət eləsin, bağışlıq adam yadından çıxıb. Nə varsa, nə var, nə yox? Deyən qismət salam söyləyir. Hə, can. Nə? Devam abi. Nə? Yaz. Neçə? Hə. Hadi, çatdı mı? Oldu, öpürəm. Nə oldu? Hələ heç nə deyil, 200 kontur yolla, 200 kontur da belə getdi. Deyirəm də, bu nəsildə pul yoxdur. Məndən gördü də 200 kontur. Yemiyim. Sonra demək ki, dayım var. Salam əleykum. Əleykum salam. Mən Halal Nemət Minbərəkət şirkətinin reklam şöbəsinin müdiriyəm. Sizin qəzetdə bizim reklamımız gedir. Qismət kimdir? Mənəm. Xoş gəldin, gözəl insan. O məqaləni siz yazmısınız? Hansını? Halal Nemət Minbərəkət kalbasaları yüksək standartlara cavab verən texnologiya ilə hazırlanıb.
halallığa tam təminat verir, keyfiyyəti də ki, göz qabağında. Bəli, bəli. Yazmısınız. Bəli. Sağ olun ki, nə görmüsünüz onu yazmısınız. Buyurun. Minnətdarıq, təşəkkür edirik. Yox, buyurun. İşimizdir də bizim. Yox. Və sizin yəni jurnalist qərəzsizliyinə görə bizim şirkət tərəfindən nə az, nə çox, düz 200 manat hədiyyə verir. Yox, nə əziyyət çəkirsiniz? Buyurun. Halal insanlara halal pullar. Çox sağ olun, çox sağ olun. Yəni bizə diqqət göstərən insanlara biz də diqqət edirik. Çox sağ olun, çox sağ olun. Minnətdarıq. Hara getdi? Qardaş, hara getsən? Qardaş, mən diqqətsizlik edirsiniz, qərəzlik yanaşırsınız. Üzr istəyirəm, siz kimsiniz? Mən şərəfli, qələm əhli, gözəl insan, ədalətli jurnalist Talih. 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 Göstərmə, diqqətsizlik edirsən. Sonra deyirsən, o Kolumbiya səfirliyin qabağındakı piket barədə siz yazmışdınız. Həsə çıxıb o sözə. Bəli. Bircə dəqiqə sizə çartdan çıxardarıq. Bir dənə sizə mən kömək edeyim, qardaşım. Bu xüsusi sənətdir. Bircə dəqiqə. Qardaş, ürəyimizi dağıtma. Bircə dəqiqə. Aha. Buyurun. Baca düşmən, bu nədir? O çağırış vərəqəsidir. Ayın 14-ü məhkəmədir. Nə məhkəmə? Bu dəfə səni süründürəcəm. Bu dəfə sənin göz yaşlarına da baxmayacam. Bildin? Baxdım ha! İsmət Ali. Öz danışığına bax ha. Sağ ol. Buna bax ha. Bir günə 2 dənə şart xəbər. Qərəzli jurnalistimə bax ha. Gedim evdəkiləri təbrik edeyim bayram münasibəti ilə. Get mənim 50 yerdən 50 dənə çağırışım var, problemim demə, Allah köməyin olsun. Bir də... Senin gücün bağlısın. Hala zəhər. Salamünaleyküm. Sağ ol. Hörmətli qadınlar, icazə verin siz. Hörmətli qadınlar, icazə sizi Hörmətli qadınlar, icazə verin sizi Beynəlxalq Qadınlar Bayramı münasibətilə sənin müqəddəm təbrik edeyim. Çox sağ ol. Gözəldir. Və qeyri-adi çiş hədiyyəmi sizə, onlar da oturun. Sizə təntənəli surətdə təqdim edim. Lazım deyildi, təşəkkür Lazım ederim. deyil. Nasıl yazmısınız bizə? Bu Nikolay'ın ağıl dişləridir. Gözəldir. Ay Nubildə, niyə əziyyət çəkmişsiniz? Vallahi lazım deyildi. Yox, əziyyəti mən niyə çəkirəm? Əziyyəti Nikolay bədbaxt çəkir. Görürsünüz, 2 dişli burada, bu bazarda 1 milyon bunun qiyməti var. 700 min, 300 min. 300 niyə? Bu birisi biraz çürüyüb. Özünə baxmayayım, çürüyüb. Bunu mən sizə hədiyyə verəm. Bu mənə babamdan yadigar qalır. Bəs Nikolayın dişləri sizin ulu babamızda nə gəzir? Deməli, bir dəfə Nikolay özü də bilmədən babamın yanında elə asqırıb ki, ağıl düşüb, hələ bir dəfə eləyib, bir dəfə asqırıb. Gözəldir. Buyurun, sizə hədiyyə verirəm. Buyurun, ay sağ olun. Payınız artıq olsun. Çox sağ olun. Çox sağ olun. Oraya Sağ olun, çox sevindim. amarat kimi qoruyun. Baş üstə. Mobil müəllim, gəlin çay için. Yox, doktor Həşməli deyib ki, mənə 3 saat çay içmək olmaz. Atalar vaxtında deyib ki, 7 oğul istərəm, bircə dənə qız gəlir. Amma bugünkü günü görsəydik, deyər ki, 7 oğul istəyirəm, bəs salam. Yox. Necəsiz? Sağ ol. Adonla Barbaraya baxırsınız. Adamın Santos kimi əri olardı. Çay sun. Salam əleykum. Barbaranı. Salam.
Hörmətli Ceyran xanım, sizi 8 Mart Qadınlar Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çox sağ olun. Və hədiyyəmi xahiş edirəm qəbul edirsiniz. Nə zəhmət çəkirsiniz? Protez deyil. Yox, deyirsən mən. İcazə verin, bu kiçik, bu kiçik hədiyyəni sizə təqdim edirəm. Oy, çox sağ olun. Nə zəhmət çəkirsiniz? Üzük. Bu mənim barmağım olmur axı. Olacaq da, dedim axı kiçik hədiyyədir. Kiçik hədiyyə olduğu üçün parmağınız olmur, olacaq. Bir dəqiqə bura gəlin, Keçin ora. Keçin ora. Çay istəyirsiniz? Yox, əlinizi ora vurun. Əlinizi ora qoyun. Qoydum. Eşidirsiniz bir şey? Yox? Yox. İndi bağışlayın, üzr istəyirəm, biraz bizdən çıxın. Bu sağ ayağınızı balaca yuxarı qaldırın. Eşitdiniz? Eşidirsiniz? Hələ çox eşidəcəksiniz. Ayaqqabının zəfirmanı nə mənası var ki? Zəfirin buna nə deyir? Hə? Nədir? Yox, yığmışam. Bax! Qadam nətərsən qadın? Elə ona görə zəng eləmişəm. Mənim sənə nə qədər borcum var idi? Nə qədər borcum var? Hə? 800? Deyirəm ki, bəlkə belə bir şeylə, sən o 800-ün üstündə 200 də verəsən, bu 1000 olsun, baş bütər olsun, mən sabah bir dəfəli 1000 qaytarım da. Nətər? Başa, sən də haradasan? Deyirəm, sən indi haradasan? Ala, orada ol gəlirəm. Fərqi yoxdur, neçə nəfərlə orsan, orada ol gəlirəm. Ma dediyi sözə bax, mənim ləyəqətimi tapdalayır, hə bu. Ləyəqətimi tapdalayır. Ləyəqətim, ləyəqətim, qəşə söhbətdir. Ləyəqətim. Ha, buna bax, gör, ma dediyi sözə bax. Hə, Murad, yaxşı. Hə, mən indi salondan gəlmişəm. Mən səni gözləyirəm. Hə, yaxşı. Yaxşı. Sağ ol. Esya, Hə. mən səni 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edirəm. Buyur. Həsrət, Götür, bu qədər gülü hardan almısan? Nə qədər gül almısan sən? Bu şeydir, dayı bayaq maaşları vermədi, mən də getdim onları satdım, əvəzində gül aldım sənə. Hani bizim bu qəzetin satış müdürü? Mən buradayım dayı. Bura gəl. Qəzetin satışından. Deməyi dayı, bax. Ay, ne olur ki? Sənin bu bacın oğlu, qəbirstanlıqda bir dənə gül qoymuş. Satın. Kamran, o kukla nə bir də? Yox. Sizin hamınızın 8 Mart bayramını təbrik edirəm. Sağ ol. Çox görmüşəm mən həyatın şan şöhrətini, heç nə əvəz eləmir. Ana məhəbbətini Ceyran xala. Hə. Oy. Çox sağ ol, ay qismət. Buyurun. Çox sağ ol. Qızım, gəl bura görür. Çox gördüm həyatın şan şöhrətini. Heç nə əvəz eləmir bala məhəbbətini. Buyur qızım. Təbrik edirəm. Bir də az bağışda. Valih edir məni sənin İsmətin. Allahu Ekber. Deyil, vəfasız. Nədir dəyəri bu yazıq qismətin? Keç o yana görüm ha. Şair olub mənim başım. Hə, çox sağ ol. Bayrağı olsun. Belə eləyirsən də adam həyatdan deyilsinir. Arzu, 8 Mart bayramı təbrik edir. Çox sağ ol, ay qismət. Yaxşı, bir şey hazırlamışdım.
Payın artıq olsun. Bəs Talih hanı? Talih ofisdə qaldı. Keçən 8 martda da ofisdə qalmışdı. Bir şey fikirləş, Talih. Bir şey fikirləş, cəmaat onu səndən hədiyyə gözləyir, hə? Ey Sam! Ey Sam! Səni 8 Mart Bıqıcı münasibəti ilə təbrik edirəm. Bıqıcı nədir? Məhəbbət. Beynəlxalq Qadınlar Günü münasibəti ilə, ey Sam. Elə bilirsən sənin bu məhəbbətin əli boş gəlib. Məhəbbət heç... Başa düşmədim, məhəbbət. Nəyə düşmədim? Bir imkan ver sözümüzü, gəldiyimiz sözümüzü axıra qədər çatdıraq, sonra da başa düşmədim. Nə dersən qardaş? Nə var, nə yox? Murad, nə var? Yaxşıdır? Hə, görürüm, yaxşıdır, pisdir. Bax da, tələk xərci var, mənim orada gedim oyun. Yox, əsəb, girməyə də əmri. Qismətə nə bə? Qismət evə yetdi. Bəs hanım? Həsrət hanım? Həsrət də polislər aparıb. Onda elədirsə, mən səni, Talihi, 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə ürəkdən sənin ürəkdən təbrik. Başa düşmədim, hə? Uzun danışığına fikir ver, hə? Yeri gələndə mənim özümə görə şeyimdə var, adı neydi onun? Ləyaqətim var, hə? Mənim ləyaqətimlə oynama, başa düşsən? Hədiyyə olmur, saç hədiyyəni ver, çıx ki. Gördün Murad? Bança olsun. Sən də bu ayaqdan nə edirsən, nə edirsən? Bir imkan var, gedək arvadımızı, uşağımızı təbrik eləyək. Mən də gəldim. Dedim mən, havaya da şey eləyərəm, oldu, qış sağ ol. Əziz qadınlar, sizi 8 Mart bayramınızı beynəlxalq dərəcədə təbrik edirəm. Qismət sənin bayramını birazdan təbrik edirəm. Ceyran xanım, gəl hədiyyələşən. Bu ildə bir dəfə olacaqdır, diqqətsizlik olmasın. Sonra yəni heç kimin ürəyinə ayrı bir şey gəlməsin. Mən düşündüm ki, canım qaynanama, Ceyran anamın 8 Martını nə alım? Fikirləşdim ki, sizə gül alım. Bunu fikirləşdim, birdən ağlıma gəldi ki, sizin özünüz gülsünüz. Çox sağ ol, Aytay. Səhv deyirəm, demədiniz. Sonra fikirləşdim ki, yox, gül almaqdansa sizə ətir alım. Mən bilirəm sizdən. Birdən ağlıma gəldi ki, Ceyran xalanın öz ətirindən, öz təbii ətirindən, ana ətirindən dəyərli bir ətir var mı? Yox. Sonra düşündüm ki, sizə çiçək alım. Xeyli fikirləşəndən sonra ağlıma gəldi ki, bəyək gün söhbəti olub da, burada özüm nə çək çevirə salmışam. Sonra fikirləşdim ki, sizə saat alım. Sonra fikirləşdim ki, bu saat şeydir də, bu zamanı getməyinə məlumat verir. O qəlb qırıntısı kimi bir şeydir. Belə fikirləşdim, sonra da axşam düşdü, qaranlıq oldu, mağazalar bağlanıb da heç nə alamadım. Sən 8 Martını təbrik edirəm, anamsan, mən çıxarım. Çox sağ ol, Aytay. Sən sağ ol qadınam, şadlıqlardır. Qafa, zəhmədamızı qadınam. Sən adını elə xeyir görməmişik. Sən də 8 Mart verilmə qadınlar bayramı münasibətilə təbrik edirəm. Klozet. Nə? Zakreta. Başa düşmürəm. Bağlıydı, bütün düşənlər bağlıydı. Yəni, sən özüm də pis oldum ki, bunun qismətinə bax, amma yenə də diqqətsizlik eləmədim. Yəni, bunu sənin üçün aldım. Niyə əziyyət çəkirdin? Bax, yenə də gezinəm. Yenə mənim yezinəm. Yox, nə əziyyəti? Sabah alardım da. Yox, sağan olsun, nağd olsun. Bu gün işini sabah qoymaq olmaz. Mənim yezinədən yoxdur. Həmişə demişəm. Bu nədir? Soğan? Dedim, axı, soğan olsun, nağd olsun. Bir də tərəvəz tuşan atılıydı. Mən atır olsun. Arzu, sən də buradasan. Görsən, az qələmin yadından çıxmışdın. Hə, söz. Əlifbanı öyrəndim, tanıyıram hərfləri. İndi ana dilində oxuyuram, yazıram, kitablardan hamısını öyrənməyə hazıram. 8 Martını təbrik edir, yekə qız olasan, təbrik edir. Arzu, gəl qadınım, gəl. Sonra qadınım, o soğanla katışan qızı at, bir onu yeyə. Saat qaçıram. Hə. Gəl, sofraya al, sofraya. Səni 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirəm və bunu sənin üçün almışam. Nədir ki bu?
Ləyaqətmən olsun, sürpriz sözüm yoxmuram. Nəyinə? Ləyaqətmən. Nədir ki? Rəyəm dağıldı. Aç da. Nədir? Bu nədir? Bu şeydir də, bu məhəbbət deyirsən. Məhəbbətlə nə istəyən mənə nə dəxli var ki? Evet. Hədiyyə bunlar şəkli deyil. Hədiyyə bu şəklin çərçivəsidir. Prosta özümüzün toy şəklimizi tapadık ki, məhəbbətlə nə istəyən şəklini buldum da. Və bu boyda mən əlləşib sənə hədiyyə almışam, sən mənə qarşı belə bir qəsd deyirsən. Ləyaqətini tapdaladın arzu. Yenə də payın çox olsun. Sağ ol. Heç olmasa mamama zəng eləyib təbrik eləmirsən? Zəng elədim, götürmürük. Niyə? Bir ki, hər 8 mart zəhvər borc alıram. Yazıq arvad bir ki, borcu zəhvərim, onu götürmür. Bəs mənim mamama ona xadarkaydı verdi. Çox bağlıydı. Mən 8 martını təbrik edirəm. Çox sağ ol. Olar mı sənə rəqsə gəlmətə deyil? Olar. Bir öyle falan. Babamın yanında. Necə askırımsa. Hörmətli xanımlar, sizi 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə səmimi qədər təbrik edirəm. Çox sağ olun. Gülmə də. Mən bu güldüm. Sən elə atoğa güldür, bizə nə söyləyir? Həşməri doktor deyib ki, mənə 3 saat çalışmaya olmaz. Mutlu. Hələ çox eşidəcəksiniz. Mən sizə lazım deyil o. Ay gününü təbrik edirəm. Ay gününü 8 Mart. Yəni 8 Martını təbrik Fikirləşdim, axşam düşdüm, mağazalar bağlandı, heç nə ala bilmədim. Bayramını təbrik edirəm. Yəni... Birdən fikirləşdim ki, bayaq gül söhbət olub da, burada nə özümlə uzadır. Yenə də payın çox olsun. Mamama nə hədiyyə idi verdi? Çox bağlıydı. Sən bugün neçə yaşın oldu? 39-a 3 il qalır. Yəni neçə? 36. Nə yaxşı deyil. Aparım evdə yuyarım. Özümdə pejamadan sonra düşürəm. Cəmat kostyum geyinəmirəm. Cındırından cın tökür. Gəlin qəzetləri parçadan çap edək. Satılar, satılmaz. Satış direktörü sənsən də, hə? Hara baxırsan? Hara baxırsan? Qəzet niyə satılmır? Tutarda bu söhbətləri də. Sənə iş tapşırmışam, onu da bacarmısan sən. Sən bu dəqiqə qoymuşsan da məni. Dastiş, fantastiş. Mən də getdim elə bir ki, onları satdım, gül aldım, gətirdim sən. Bu nədir? Kül başı var. Sən nerede belə şey yoxsun, nəyədir başı? başa ki, mən bir imkan ver sözümüzü deyək də. Nə tərsən qardaş, nə var, nə yox? Maraq nə tərəm? Görüm, yaxşıdır. Ay dünya, ay dünya. Hamımızın bayramımız mübarək. Bu hayatta qohum oldu biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayır ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz.
biz mehriban bacanakları. Var oldu ay bacanak, ne yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağı bir yerdə olanda olur həyatın acıları, dərdi qəmi bir gördüyümüz. Hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanak.